Salam millət. Sokardan Azad Söz kanalına bir məlumat daxil olub. Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin arvadı Aygün Hüseynova Sokarda vitse-prezident olmağa girişib. Bununla bağlı son zamanlar xeyli iş gedir Hacıyevlər ailəsində. Hikmət Hacıyev öz çapında, Sokarda Aygün Hüseynova öz çapında. Aygün xanım hazırda Sokarda PR departamentinin rəhbəridir. Amma Sokarın vitse-prezidenti vəzifəsi isə daha pullu, daha yağlı, haram pulların dövr etdiyi bir yerdir və buna can atır. Və bu minvalla da Aygün xanım son zamanlar prezident ailəsinin gözünə də girməyə çalışır. Xüsusilə Alyona Əliyevanı bu aralar kim müdafiə edirsə qabağa gedir. Hökumətdə çalışanlar. O sadə trolluq eləyənləri nəzərə tutmuram. Yenə siz 3-5 manat maaşla kifayətlənirsiniz. Və prezidentin gəlinini qarşılayır, onu müdafiə edir. Eyni zamanda prezidentin digər qızı Leyla Əliyeva, o biri qızı Arzu Əliyeva yaxşıca onları Sokar adından, hətta Sokar adı olmadan başqa tədbirlərə belə burnunu soxur, gedir, onların yanında durur, onların gözünə özünü soxur ki, vitse-prezident olsun Sokarda. Bəs Aygün xanım bu Sokara necə gəldi? Hikmət Hacıyevin vasitəsilə. Prezident aparatında, arvad Sokarda. Ərlər prezident aparatında, arvadlar Sokarda. Cəm halda niyə işlədirəm, onu da qarşıda indi görəcəksiniz, səbəbini də biləcəksiniz. Videonu sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. 2 il əvvəl bu videonu çəkmişdim, amma reallıq və fakt yenə də gündəmdir. Diqqət ekrana. Sokarın yeni prezidenti Rövşən Nəcəf ilə Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hüseynova arasında ciddi münaqişə olubdur. Bu ayrı bir məsələdir ki, prezidentin köməkçisi olduğu üçün öz arvadını başqa bir dövlət idarəsinə yüksək vəzifəyə, posta gətizdirə bilir. Azərbaycan hakimiyyətinin bu iç üzüdür ümumiyyətlə. Əlqərəz, Aygün Hüseynova Hikmət Hacıyevin tapşırığı ilə Sokarın kommunikasiya departamentinin rəhbəri təyin edilibdir 1 il əvvəl. Mediadan da görünür ki, Aygün xanım çox rahat özünü aparır Sokarda. Onun rəhbəri sanki Sokarda Rövşən Nəcəf deyil, ümumiyyətlə o özünü Sokarda prezident aparatının təmsilçisi kimi aparır və heç kimi saymır. Hikmət Hacıyev kimi öz reklamını da sevir. Xarici gəzintilərə rahatlıqla gedir. Rövşən Nəcəf həmin xanıma söz deyə bilmir və bu günləri bomba partlayıbdır və Rövşən Nəcəflə Aygün Hüseynova arasında əməlli başlı münaqişə yaranıbdır, dava düşübdür və onu danlamağa çalışıb, lakin Rövşən Nəcəfin ağzının üstündən vurub ki, sən kimsən, mən birbaşa prezident aparatına bağlı olan şəxsəm. Aygün Hüseynova eyni qaydada kefinə uyğun olaraq Şuşaya gedir, Laçına gedir. Hikmət Hacıyevlə öz əri ilə birgə gedir. Sanki Sokarın bir işçisi deyil, onun işi elə ancaq Hikmət Hacıyevin arvadı olmaqdır. Və belə də Sokarda xəbər yayır ki, bu işi mənə prezident özü tapşırıb və Sokara gətizdiribdir. Rövşən Nəcəf bu günləri ona ciddi iradlar bildirsə də, dediyim kimi, Aygün əhəmiyyət verməyibdir və öz bildiyinə dedi ki, davam eləyəcəkdir. Bəs Hikmət Hacıyev nəyə görə öz arvadını Sokara gətizdirib? Çünki bildiyiniz kimi, Azərbaycanın həm qara, həm ağ pulları ən çox milyardların oynadığı, fırlandığı yer Azərbaycan Dövlət Neft Şirkəti Sokardır. Ən çox yeyinti də
oradadır. Sokarda Aygün Hüseynovanın reklamı elə aparılır ki, heç Sokar prezidenti Rövşən Nəcəfin elə təbliğatı getmir. Hikmət Hacıyev də diqqət etsəniz mediada o hətta xarici səfərlərə gedir, gəlişlərini, hətta təyyarədən düşüşünü belə kameralara, şəkillərə çəkdirib mediaya ötürür və tirajlayır. Yəni özünü İlham Əliyevə oxşadır. Başqaları bu qələti eləmir. Aygün Hüseynova əvvəllər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın yanında işləyən sadəcə bir sosial media üzrə əməkdaşı, yəni bir troll olubdur. Sosial şəbəkələrdə trolluqla məşğul olmaqdan başqa işi olmayıb. Yəni bu mənim videolarımın altında saxta hesablarda troll yazıları, şərhləri görürsünüz ha. Vaxtilə Hikmət Hacıyevin arvadı Aygün Hüseynova bax həmən adamlardan biri olubdu. Kimlər gəlir vəzifələrə, Sokara, indi də vitse-prezident olmağa. Sonradan Hikmət Hacıyev prezidentin köməkçisi gətiriləndən sonra o da öz arvadını gətirib Sokara kommunikasiya idarəsinin rəhbəri. Deyirəm, İlham Əliyev yaşlaşdıqca onun yanındakılar, xüsusilə köməkçiləri onu daha çox loxluyurlar. Dəyərli dostlar, mən Azərbaycan hakimiyyətində yalnız əli oğurluğa, əli vəzifə çirkabına batan şəxsləri, qadın şəxsləri tənqid etmişəm, adlarını çəkmişəm. İndi bu haqda onsuz da sonraki videoda danışmışam, indi göstərəcəm sizə. Amma Hikmət Hacıyev və onun həyat yoldaşının Sokardakı yaramazlıqlarından danışdıqdan sonra mənə qarşı böyük bir kampaniya başladı. Heç İlham Əliyevi belə müdafiə etmədi Hikmət Hacıyev. Amma özü haqqında yayılan məlumatlardan dəli oldu. Adıma saxta hesablar, saxta səs yazıları, çirkin kampaniya apardı. Mənim vecimə oldu mu? Yenə üzərindən 1 il, 2 il keçibdir. Tural Sadıqlı daha güclü, daha alnı açıqdır. Digər videoya baxağın, qısa toxunmuşam. Azərbaycan hakimiyyətinin başında oturanların, məmurların, xanımları ilə, ailələri ilə heç zaman işim olmur, haqlarında videolar hazırlamıram. O vaxta dək ki, həmən məmurlar öz həyat yoldaşlarını, ailələrini dövlətin işlərinə qarışdırmırlarsa, öz oğurluqlarında iştiraka cəlb etmirlərsə. Əgər o məmurlar ailələrini öz oğurluqlarına şərik edirlərsə, o zaman mənim və Azad Söz kanalının mövqeyi də fərqli olur. Yəni, cinsindən asılı olmayaraq bütün oğruları ifşa edirəm. Gələk prezidentin köməkçisi Hikmət Hacıyevə və onun. Həmçinin Alyona Əliyeva məsələsinə. Kimlərsə yazır, nə bilim, güya bunlar qeyrətli adamlardır. Mirşahinin dediyi kimi milli namus qeyrətini çəkənlərdir. Deyirlər ki, bəs qadın haqqında danışmaq olmaz. Bu, sənin qadınının, arvadının, ananın, qızının haqqını yiyənlər nə fərqi var ki, kişidir, qadındır? Əgər haqqınızı yeməsələr, bizim haqqımızı yeməsə Alyona və s. Mehriban Əliyevalar, mənim üçün fərqi yoxdur. Onlar barəsində də video çəkmərəm, danışmaram. Söymürəm ki. Demirəm ki, əxlaqsızdır, namussuzdur. Amma bu adamları bizim gözümüzə soxmayın. Dövlət vəzifələrinə gətirməyin. Bax, o Alyona Əliyevanı əvəzinə şəhid anasını, Polad Həşimovun anasını aparın tədbirlərə, avtomobil göndərin. Deyin ki, səhərsi gün filan yerdə tədbir olacaq, əziz ana, şəhid anası sizi ora aparmaq üçün saat 8-dəmi, 10-da mı, neçədəmi avtomobil gələcək, sizi götürəcək. Xahiş edirik, siz də gəlin bu tədbirdə iştirak edin. İldə bir dəfə prezidentin köməkçisi, yəni bir hansısa icra başçısı gedib şəhid anasının evində şəkil çəkdirib, özlərinin reklamını aparacaqsa, bu sizin diqqətiniz, qayğınız deyil. Bizim üçün əxlaq nümunəsi şəhid anaları olmalıdır. Onlar gedib velosiped paylamalıdır, onlar gedib açılışlarda iştirak eləməlidir. Yoxsa Alyona Əliyeva kofe içməyə getdi, bütün xəbərlər bunu paylaşır. Nəyimə lazımdır? Mənim irad tutduğum budur, haqqında danışdığım budur. Gözümüzə soxmayın. Qaydaq mövzuya. Onun həyat yoldaşı Aygün Hüseynovaya. Bir neçə gün öncə
Hikmət Hacıyevin SOCAR-da Kommunikasiya Departamentinin rəhbəri olan həyat yoldaşı Aygün Hüseynova haqqında məlumat vermişdik. SOCAR-ı neft pullarını talayanlardan biridir. Hikmət Hacıyev öz vəzifəsindən istifadə edərək onu SOCAR-a bu vəzifəyə gətirib. Mənim əvvəlki video çıxışımdan sonra Azərbaycanın bütün saytlarına tapşırıq verildi ki, Tural Sadıqlının əleyhində kampaniyalar aparılsın, yalanlar, iftiralar tirajlansın. Heç SOCAR, Aygün Hüseynova, nə də onun əri Hikmət Hacıyev prezidentin onun ailəsinin müdafiəsində bu qədər canfəşanlıq edib, mənim əleyhimdə belə kampaniyalar aparmayıblar. Bəs Hikmət Hacıyevin, SOCAR-ın haqqında iftiralar yağdırması bir işə yaradı mı? Əlbəttə ki, xeyr. Mənim hörmətimi daha da artırdılar. Təsəvvür edirsiniz, bunlar haqqında videolarıma şikayətlər gəlir. Bir qələt də edə bilmirlər, amma şikayətlər gəlirlər ki, sən bunun haqqında danışma. Güya təsir edirlər, təzyiq göstərirlər. Bir qələt edə bilmirlər öz yerində. Amma prezident, onun ailəsi haqqında yayılan minlərlə videonun birinə şikayət etmirlər. Fikir verirsiniz? Yəni, nə Hikmətin, nə Əli Nağıyevin vecində deyil Azərbaycan prezident ailəsi. Özlərini düşünürlər, özlərini narahat olurlar. Davam edək. Məsələni bir qədər də araşdırdıqda yeni faktlar ortaya çıxdı. Sən demə Hikmət Hacıyev arvadından, əmisi oğlundan, sevgililərindən tutmuş hamını müxtəlif pullu, yağlı vəzifələrə yerləşdiribdir. Hər biri barəsində irəlidəki günlərdə öz araşdırmalarımı təqdim edəcəm. Bu videoda haqqında danışacağım yeni şəxs isə SOCAR-ın PR və kommunikasiya xidmətinin rəhbəri İlahə Novruzovadır. Fotolarına da diqqət etsəniz, Hikmət Hacıyev çalışır ki, model kimi xanımları qabağa çəksin. İlahə kimdir? Necə oldu ki, Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hacıyevanın departamentində eyni vaxtda çalışmağa başladı? İlahə Novruzova Hikmət Hacıyevin dostu və hazırda prezident aparatının xarici əlaqələr şöbəsinin müdir müavini Nüsrət Süleymanovun həyat yoldaşıdır. Diqqət edin, Nüsrət Süleymanov Hikmət Hacıyevin həm dostudur, həmçinin prezident aparatındakı müavinidir. Nüsrətin həyat yoldaşı İlahə Novruzova da SOCAR-da Hikmət Hacıyevin arvadı Aygün Hüseynovanın müavinidir. Yəni, ərlər prezident aparatında, arvadlarını isə pullu və yağlı yer olan SOCAR-a göndəriblər. Hikmət Hacıyev Xarici İşlər Nazirliyində işləyərkən, həm onun həyat yoldaşı Aygün Hüseynova, həmçinin də Nüsrət Süleymanovun da həyat yoldaşı İlahə Novruzova Xarici İşlər Nazirliyində işləyirdilər. Hikmət Hacıyev prezident aparatına gəldikdən sonra öz dostunu da prezident aparatında özünə müavin gətirdi və hər iki həyat yoldaşlarını isə SOCAR-da pul yeməyə göndərdilər. Bu xanımların da SOCAR-da vəzifələri həm pul yemək, həm trolluq etmək, həmçinin də şəkillər çəkdirib poz verməkdir. Dediyim kimi SOCAR-da at oynadırlar və Rövşən Nəcəfə heç tabe olmurlar. Deyirlər ki, biz prezident aparatına bağlıyıq və Aygün xanım da bildirir ki, mən Hikmət Hacıyevin arvadıyam, kimsə mənə SOCAR-da gözün üstə qaşım var deyə bilməz. Özünü gecə-gündüz mediada reklam edən Hikmət Hacıyev necə olur ki, bu qədər imkana sahib olur? Hikmət Hacıyevə müxtəlif dairələrdə torba Hikmət də deyilir. Bu adam keçmiş nazir Elmar Məmmədiyarovun torbasını elə tikdi ki, hər kəs ondan çəkinir və bundan qorxan müxtəlif məmurlar onun qohumlarını öz idarələrində işə götürməyə məcburdular. Hətta onu da araşdırdıq ki, Hikmət Hacıyevin əmisi oğlu... Əziz həmvətənlər, bu qədər. Görək indi Hikmət Hacıyevin arvadı prezident ailəsinin gözünə girməklə SOCAR-ın vitse-prezidenti vəzifəsinə gələcək, yoxsa gəlməyəcək, yoxsa başqa vəzifəyə gedəcək, yoxsa bu videonun bir təsiri mi olacaq? Azad sözü izləməkdə qalın. Doğru və ifşa edici xəbərlər, videolar buradadır. Salamat.